Elə insanlar var ki, deyir ki, biz analiz vermişik, qurt yoxdur. Baxın, analizlə artıq bunu etiraf edir bütün həkimlər, dünyanın həkimləri ki, analizlə çox çətindir onları üzə çıxartmaq. 350 növ qurtlar var. Elə qurtlar var ki, elə parazitlər var, elə patogen göbələklər var. Biz heç o tibbə məlum olmayanı. Ona görə bizə nə etmək lazımdır? Orada parazit axtarmaq yox, orqanizmin immun sistemasını möhkəmləndirmək lazımdır ki, orqanizm özü onlarla mübarizə aparsın. Çünki orqanizm immun sisteması nə qədər zəifdir, enerji zəifdir, onlar orada inkişaf eləyəcəklər və mənim yanıma uşaqlar gətirirlər. Elə uşaqda revmatizmdir. Deyirəm, ay xanım, nəyin əsasında qoyublar bu sənin uşağı? Deyir, o revmaproba yüksək. Baxın, revmaprobanın yüksək olması o demək deyir ki, uşağınızda revmatizm var. Bu diaqnoz inansız 90% uşaqlarda yanlışdır. Çünki o oynaqda olan ağrıları, sümükdə olan ağrıları bağırsaqda olan iltihaplı proseslərin nəticəsində baş verir. Parazitlərin həmənki orada iltihaplı proseslər elə düzüb qoşur ki, o bütün o toksin zəhər qana gedir və bütün o oynaqları zədələyir. Ona görə də o oynaqlarda ağrır. Elə ki, antiparazit proqramını veririk,